Və lə təmşi fil ardi maraha. Yer üzərində də loğa-loğa gəzmə, təkəbbürlü gəzmə. Olmaz yer üzərində loğa-loğa gəzmək, təkəbbürlü gəzmək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qəlbində misqal qədər təkəbbürlü olan şəxslər cənnətə daxil olmaz. Başqa bir hədisdə buyurur ki, təkəbbürlü insanlar qiyamət günü məhşərdə qarışqa kimi həşr olunacaqlar. Yəni o qədər balaca olacaqlar ki, insanlar onları görməyəcək. Sən Allah Azza və Cəllənin mülkündə özünə böyük göstərirsən. Mən edərəm, mən vuraram, mən dağdaram, mən alaram, mən beləyəm, mən əsəbləşdim, mənim qarşımda heç kim dayana bilməz. Mən belə, mən belə, mən belə. Baxırsan ki, Subhanallah, bu Allahın qulu özünü necə də böyük göstərir. Yəni səndən də böyük şəxslər, səndən də fəzilətli şəxslər, səndən də belə deyək insanlar içində hörməti olan şəxslər heç belə etməyin. Onlar yalnız Allahu Akbar, Allaha görə başlarını aşağı əyirlər.